Paytaxt yollarındakı işıqforlarda görməyə alışdığımız rəqəmsal tablolar tədricən tarixin arxivinə qovuşur. Bu işıqforları isə yeniləri əvəz edəcək. Daha ətraflı süjetimizdə. Bakıda mərkəzləşdirilmiş qaydada idarə olunan işıqforlarda müşahidə edilən texniki uyğunsuzluqlar sürücülər üçün müəyyən çətinliklər yaradırdı. Xüsusilə nəqliyyat sıxlığının artdığı vaxtlarda tıxaclarda yaşıl dalğa tətbiq edilərkən rəqəmsal geri sayım tabloların işıqfor siqnalları ilə tam uyğunlaşmaması çaşqınlığa səbəb olurdu. Bəs ağıllı işıqforların üstünlükləri hansılardır? Ağıllı svetoforlar sabit vaxtla işləmir, nəqliyyat axınına görə svetoforun işıqlarının vaxtını tənzimləyir. Bəzi digər amillər də nəzərə alınaraq artıq bir çox inkişaf etmiş ölkələrdə rəqəmsal tablolardan istifadə edilmir. Məlumata görə qəzalar zamanı zərər görən və ya texniki nasazlıq yaranan bu qurğular artıq yenisi ilə əvəzlənmir, birbaşa sökülərək götürülür. Vaxt var idi, heç o saniyələr yox idi ki, hamı maşın sürürdü də. Yəni diqqətli sürücü üçün fərq eləmir. O yaşıl işıq orada saniyəsi var, yoxsa yoxdur. Düşünürəm ki, ehtiyac yoxdur, yəni onun hər bir sürücü hər bir adı işığa baxır yəni. Olsa daha gözəl olar. Ekspertlərin fikrincə, tablolu işıqforların fəaliyyəti çox vaxt sürücülərdə çaşqınlıq yaratdığı üçün bu an qəzaları qaçılmaz edir. Ağıllı işıqforlarsa sabit vaxt rejimi ilə işləmədiyi üçün birbaşa nəqliyyat axınını izləyərək yaşıl işığın fəaliyyətini özü tənzimləyir. Bəzi sürücülər belə tablolu svetoforları görəndə saniyələri az qalmış, sürəti artırmağa meyilli idilər. Bu da öz-özlüyündə əlbəttə ki, qəza şəraiti yaradırdı. Bundan sonra sürücülər daha diqqətli olacaqlar yollarda. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə gələcəkdə digər küçə və prospektlərdə də ağıllı svetoforların quraşdırılması planlaşdırılır. Bu o deməkdir ki, yaxın gələcəkdə paytaxt yollarında saniyə ölçən tablolara ehtiyac tamamilə aradan qalxa bilər.